Sabahınız xeyir əziz izləyicilər. Növbəti dərsimiz insanlarla istekləri arasına əngəllər qoyub. İnsan psixologiyası mövzusu. İnsanlar hər dövrdə öz məqsədlərini dini pərdələr altında gizlətmişlər. Sahabə zamanında belə sevdiyi qadın üçün hicrət edən kimsələr vardı. Sevdiyi qadının bunu tələb etməsi üzrə Mədinəyə hicrət edən adam sahabələr arasında Ummu Qaysin mühaciri ləqəbi ilə tanınırdı. Hətta əməllər niyyətlərə görədir hədisinin bu səbəblə varid olduğu söylənmişdi. Hicrət adı altında şəxsi işlərini görmək istəyən, ailə problemlərindən qaçanların içində qadınlar da vardı. Hicrət ailə problemlərindən qurtuluş reseptinə çevrildikdə, Uca Allah məhz bellərini filtrasiya edilməsinə yönləndirərək buyurur. Ey iman gətirənlər! Mömin qadınlar sizə mühacir olaraq gəldikdə onları imtihan edin. Mümtəhinə surəsi 10-cu ayə. Bəzi müfəssirlər qadınların and vasitəsilə imtihan edildiklərini və andın məzmununun təqribən bu şəkildə olduğunu deyirlər. Mən ərimdən xoşlanmadığım üçün, Mədinəni xoşladığım üçün, dünyəvi bir mənfəət üçün, burada birinə aşiq olduğum üçün hicrət etmədim. Allah və Rəsulunun sevgisi üçün hicrət etdim. Dediklərimin doğruluğuna Allah şahiddir. Allah elçisi həyatdaykən, insanlar məscid adı altında xarici ölkə kəşfiyyatları üçün koordinasiya mərkəzi qurur və buradan işləri idarə etməyə çalışırdılar. Bu barədə Məscid-i Dirar qissəsi məşhurdur. Təbii ki, günümüzdə də eyni problem davam edir. Məscidi özünə müştəri toplamaq üçün gələn tacirlərlə başlayan bu karvan, xoşlanmadığı ərindən qaçmaq üçün hicrət pərdəsinə bürünüb toxunulmazlıq qazanan qadınlarla bitir. Bu cür mənfəətçi tiplərlə mübarizənin, onlardan qorunmağın ən gözəl yolu, hədəfləri ilə onlar arasına əngəllər qoymaq və ağac silkələndikdə tökülən zəif meyvələrin tökülməsi kimi ələnmələrini təmin etməkdir. Qeyd edilən metod problemlə köklü mübarizə metodu olmasa da, bu tip insanların bir çoxunu çıxardığınız əngəllər vasitəsilə filtrasiya edə bilərsiniz. Dünyəvi tədqiqatdan örnək verəcək olsaq, bir çox ölkələr sırf vətəndaşlıq üçün gerçəkləşən evliliklərin qarşısını almaq, vətəndaşlıq ovçularını ələmək üçün qanuni süzgəclər müəyyən etmişlər. Məsələn, Türkiyədə evlilik üzərindən vətəndaşlıq almaq üçün ən az 3 il evli qalmaq lazımdır. Bu, hürkütmə xarakterli ilk əngəldir. Buna paralel olaraq, bu sahə ilə məşğul olan məmurlar gözlənilməyən anda yaşayış yerinə gəlib, ailə haqqında qonşulardan məlumat toplayırlar. Nəhayət, 3-cü mərhələdə vətəndaşlıq görüşməsinə gedən ailə çarpaz sorğu-sual edilir. Yataq otağındakı pərdənin rəngindən, qaynananın sevdiyi yeməklərə qədər müxtəlif suallara cavab verəsi olursunuz. Vətəndaşlıq ovçularının əksəriyyəti bu filtrlər səbəbilə kökdən bu yola baş vurmur və ya 2-ci, 3-cü mərhələdə artıq ələnirlər. Bütün bunlar sadə əqli filtrlərdir və bənzər şeyləri kiçik çapda da olsa, İslami sahədə də tətbiq etməmiz mümkündür. Məsələn, sırf ailə qurmaq məqsədi ilə İslama gələnlərin arzusuna nail olmaqda çətinlik çəkməsi, bir mənada ələnməsi üçün minimum 1 il zaman məhdudiyyəti gətirilə bilər. Namaz qılmayan bir kimsənin 1 il dişini sıxıb özünü namaz qılmağa məcbur etməsi heç də asan iş deyil. İnsanları aldatmaq məqsədi güdən mənfəətçilərin bir çoxunu bu əngəl vasitəsilə ələmiş olarıq. Yaxud İslama yeni gələnlərin strategik mövqelərə təyin edilməsi məsələsini ələ alaq. Dirbaş mənfəətçilər İslam daxilində asanlıqla mövqe qazanıb,
yüksələcəklərini fərq etdikləri anda müsəlman olur və çox sürətli bir şəkildə önəmli mövqelərə gəlirlər. Yaxud özünü yer üzündəki bütün müsəlmanların hamısı zənn edən işidə nəzər salaq. İdarə heyətindəki bir çox kimsə Səddam rejimində müxtəlif güc strukturlarında işləmiş adamlardır. İslam ümmətinin liderliyini bir qrup dönmüş təhlükəsizlik orqanı mənsubu yüklənibsə, bu yetərincə riskli bir işdir. Əlbəttə ki, insanlar tövbə edib hallarını düzəldə bilərlər. Lakin onların müəyyən etapları keçmədən bu məqamlara gətirilməməsi lazımdır. İslam daxilində önəmli məqamlara bu cür rahatlıqla gəlinməsi mümkün olunca, dinimiz dirbaş, münafiq və fasiqlərin əlində oyuncağa çevriləcək. Bu cür kimsələrə yönəlik müxtəlif əngəllər qoymaq, onları bu əngəllər vasitəsilə ələmək mümkündür. Bir öncəki misalda zikr etdiyim kimi, zaman əngəli qoyula bilər. Keçmişi ilə əlaqəsini kəsməsindən 5 ildən az zaman keçənlər heç bir strateji məqama gətirilməzlər. Bu məqamlara namizəd olan kimsələrin yaşantısı göz önündə olmalı. Ən azından cəmaət namazı və bənzəri bəsit filtrlərdən keçirilməlidirlər. Ümumi qayda olaraq insanlarla hədəfləri arasına əngəllər qoymaq sabit olsa da, bu əngəllərin imtahanların şəkli dəyişkəndir. Gücümüzün çatdığı, bizim şərtlərdə effektiv olacağını düşündüyümüz bütün metodlardan istifadə etməli. Çox ciddi bir filtrasiya mexanizmi qurmalıyıq. İmtahan vasitələri və metodları olaraq sadəcə bu kiçik məqalədə yazdıqlarım və yazacaqlarımdan istifadə olunsa, toplum içində ciddi silkələmə gerçəkləşər və bir çox cır meyvə ağacdan tökülər. Əgər dediklərimizə etiraz üçün Xalid ibn Vəlidin, Allah ondan razı olsun, İslamı qəbuldan qısa bir müddət sonra ordunun başına gətirilməsi və Muaviyyənin Həzrəti Ömər zamanında vəzifəyə təyin edilməsi xatırladılaraq etiraz edilərsə, cavab olaraq belə deyərik. Zikr etdiyimiz prinsip ümumidir. Ciddi kadr sıxıntısı zamanı müəyyən qaydalara riayət edilməklə istisnası mümkündür. Xalid ibn Vəlidin, Allah ondan razı olsun, məqamı hər iki xəlifənin dönəmində onların bir sözünə bənd idi. İstədikləri zaman onu vəzifədən ala bilərdilər. Hətta Ömər zamanında, Allah ondan razı olsun, ordunun liderliyindən alındığı da sabitdir. Ayrıca o dönəmdə müsəlmanların oturuşmuş bir idarə mərkəzi var idi. Oradakı adamların tamamına yaxını köhnə kadrlar idi. Hətta ilk 5 xəlifə arasında yenilərdən kimsə yoxdur.